Değerli kardeşler, əziz insanlar, mən bir daha yəni həmişə vurğuladığım kimi deyirəm ki, bizim yaşadığımız qəsəbə Qaradağ rayonunun Nələt qəsəbəsidir. Həmişə də bunu əziz insanlara çatdırıram ki, bizim qəsəbədə mərd, dəyərli, igid oğullar həmişə olub, həmişə olacaq, bu gün də var. Bizim qəsəbə yeganə bir qəsəbələrdən biridir ki, bizim qəsəbəmizdə artıq generalımız da var. Allah can sağlığı versin, Zaur, Yusifli Zaur pilotumuza. Bizim 33 şəhidimiz var, bizim canlı şəhidlərimiz var. Bu günləri danışdığım sözlərin dəlili olaraq sizə bir kadr paylaşmaq istəyirəm. Bu çəkilişli söhbət nəydən gedəcək? Bu çəkilişli söhbət ondan gedəcək ki, bizim bu təmir elədiyimiz mədəniyyət evini Zaur Qurbanov, şəhidimiz Zaur Qurbanovun adını daşıyır. Məqamı uca dərgahda, Allahın süfrəsində qidalanandır şəhidlər. Şəhidlər həmişə sağdır. Bunu bir dənə deyirik dilimizdə. Amma bu söz nə deməkdir biraz düşünsük. Biz bilərik ki, harada yaxşı bir iş varsa şəhid oradadır. Onun ruhu bugün buradadır. Bizə baxır, görür kim olsun, neyniyir. Buna mən səmimiyyətimə and olsun ki, düz deyirəm. Bizim Zaur Qurbanov şəhid qardaşımızla bir yerdə siyin-siyinə döyüşən canlı şəhidlərimiz bizimləndir, qəhrəmanlarımız bizimləndir. 94-cü il Məmməd əmi, Elçin əmi, Allah bunları böylükdən əsir eləməsin. Onu da deyim ki, sizə dostlar, Zaurla bir yerdə bu insanlar snaryad vurub, bu kişilər ayağından güclü zədə alıb, amputasiya olub. Mən bilirəm ki, bu kişilər nə çəkiblər? Zaur qardaşımız şəhid olub. Zaurun da şərəfli cənazəsinin nəşin bu qardaşlarım çıxardıb. Mən istəyərdim ki, qısa da olsa Zaur haqqında, Zaurun döyüş haqqında, Ələt qəsəbəsinin igid oğlu necə olur, bunu bilməyənlər bilsin deyə böyük qardaşlarımızdan, əmlərimizdən bir xatirə istəyərdim. Buyurun, zəhmət olmasa. Zaurun oradakı cəsur. Allah rəhmət eləsin Zaura. Cəsur əsgər idi. Cəsur əsgər idi. Biz ilə bir yerdə vurulduq, elə üçümüz elə. Babası Elçindir, mən rəhmətli Zaurdur. Cəsur əsgər idi. O elə deyirdim, qaldala deyirdi, yox, mən sizi inərəm. Allah haqqı. Bir də o bizdən naryatdan dururduq, 2 saat dururduq. Deyirdim, sən yorulmuşsan. Deyirdi, yox, beləncə. Allah ona rəhmət eləsin. Cəsur əsgər idi. Bəli. Allah yerdə qalanların canını sağ eləsin. Elə ad günüm günü mən elə bahatça ad günümdə olub mənim. 27-si dəfində yox idik da elə bir. Heç birimiz yox idik. Sonradan ayrıldıq. Bəli. Həmən gün. Ondan bəri mən ad günü eləməmişəm hələ. Bu günə kimi. Həmən günə düşdüyünə görə. Həmin snaryadla vurdularmı sizi? Yox, mənim kadr vardı, gülüşçü də var. Elçin əmi, Bizi vur. tutulmasa səndən də bir kəlmə söz. Biz elə bir Şərəfli söz. döyüş vaxtı idi də, postları alırdıq bizi. Almışdıq daha doğrusu, bir 7-8 post almışdıq. Rəhmətli Zaur idi, mən idim, Məmməd idi, bəzi uşaqlar da onlar bizdən aşağı idi. Yuxarıda biz idik. Elə oldu ki, komanda gəldi ki, ad boyda yanmaq lazımdır. Gündüz vaxtı qorxurdu üzüm. Sonra çıxdı ermənin tankı arxadan, elə bir ki, qalınmış arxada. Hava vurdu, birinci o vaxtlar. Sonra başladı teşekkü ilə, tankla, topla, minəmiyyotda. Yəni, orada çox-çox şəhid oldu həmən gün, çox-çox yaralandı. Ölənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı versin. Amin. Ağırdı biraz danışmaq. Baxma, biz o görmüşük də, yanımıza rəhmətə gedib. Biraz o haqqını danışanda adam istər-istəməz pis olursan. Sizi başa düşürük. Allah rəhmət eləsin. Yaxşıdır. Mağuzu ona